Salam, hər vaxtınız xeyir olsun. Elm Test Bankından Aşıq Ələsgər mövzusunda olan suallara nəzər yetirəcək. Birinci suala baxaq. Aşıq Ələsgər yaradıcılığına aid edilmiş fikirlərdən biri doğru deyil. Məhəbbət mövzusunda yazdığı qoşmaların əsas motivini nakam aşıqın sevgisi yolunda üzləşdiyi çətinliklər, çəkdiyi mənəvi iztirablar təşkil edir. Doğrudur. El gözəllərinin tərifinə əsr olmuş şeirlərində şən, şux, nikbin ruh hakimdir. Doğrudur. Təbiət gözəlliklərinin tərənnümünə həsr olunmuş şeirlərində vətənə, xalqa bağlı ifadə olunur. Bəli. Əxlaqi tərbiyəvi mövzuda yazdığı şeirlər zəngin həyat təcrübəsi olan sənətkarın xalq müdrikliyini ustalıqla təcəssüm etdirdiyini göstərir. Təbii ki. İctimai nöqsanların tənqidinə həsr edilmiş şeirlərində şair sürgün illərində, ilk olaraq onu deyək ki, sürgün olmayıb, sadəcə erməni daşnaqlarının hücumuna görə qaçqın vəziyyətinə düşmüşdür. Haqsızlıqları qələmə alıb, yəni yebəndi yanlışdır. Biz çıxıbdır, görmədim şeirlərində görürük ki, ictimai motivli şeirlərində görürük ki, burada cəmiyyətdəki nöqsanları göstərir, ədalətsizliyi göstərir. Burada ağaları, naçalnikləri, pristavları, quldurları, ikiyüzlü, fırıldaqçı ruhaniləri tənqid eləyir. Biz bunu ictimai motivli şeirlərində görürük. İkinci sual. Klasteردəki səhvi müəyyən eləyin. Aşıq Ələsgər yaradıcılığı biz bilirik ki, qoşma da yazıb, gəraylı da yazıb, dodaq dəyməz də yazıb, müxəmməs də yazıb, amma məsnəvisi yoxdur. Aşıq Ələsgər Nəsimi və Xətai yaradıcılığı üçün ortaq fikirdir. Təriqət şeirləri yaradıcılıqların mərkəzində durur. Təbii ki, Aşıq Ələsgərə biz aid edə bilmərik. Kimə aid edirik əsasən? Nəsimiyə. Şah İsmayıl Xətainin də təriqət mövzusunda şeirləri var, amma yaradıcılığın əsasında Səfəvi Qızılbaş ideyası olan şeirləri tutur. Ona görə A-bəndi olmaz. Yalnız bir ədəbi növdə yazıb yaradıblar. Biz bilirik ki, Aşıq Ələsgər lirik növdə yazıb. Nəsimi də lirik növdə yazıb. Lakin Xətai həm epik, həm lirik növdə yazıb. Ona görə B olmaz. Klassik şeir janrlarında yazdıqları əsərlər çoxluq təşkil edir. Nəsimi və Xətaiyə aiddir. Ələsgərə aid edə bilmərik. Ona görə C bəndi də olmaz. Əsasən heca janrında yazdıqları əsərlərlə məşhurdurlar. Biz bunu Nəsimiyə aid edə bilmərik. Çünki bilirik ki, ancaq əruz vəznində yazıb İmadəddin Nəsimi. Ona görə D bəndi də olmaz. Təbiət gözəlliklərinin tərənnümünə həsr olunmuş şeirlər yazıblar. Bəli, elə hər üçünə aiddir. Uyğunluğun pozulduğu variantı seçin. Məhəbbətin tərənnümü gedibdir. Bu doğrudur. El gözəllərin tərifi düşdü şeiri. Bəli, düşdü, Güləndam, Bəyistan. Bunlar el gözəllərinin tərifinə həsr olunmuş şeirlərdir. Təbiət gözəlliklərinin tərənnümü gördüm. Bəli, bu da doğrudur. Əxlaqi tərbiyəvi fikirlərin tərənnümü gərəkli şeiri doğrudur, amma olmazdı bu mövzuya aiddir. Yəni, Y bəndi səhv olacaq. Olmaz şeiri əxlaqi tərbiyəvi fikirlərin tərənnümünə aid olan şeirlərdəndir. Ona görə cavab oldu Y bəndi. Aşıq Ələsgərin bahar fəsli yaz ayları gələndə misrası ilə başlayan dağlar şeiri ilə bağlı səhv fikri seçin. Şeirdə nikbin ovqat hakimdir. Bəli, çünki bu birinci dağlar qoşması, ikinci dağlar qoşması isə bədbin ovqatda yazılıb. A bəndi doğrudur. İlk misralardan oxucuda xoş ovqatın, fərəh hissinin yaranmasına səbəb olur. Bəli. Biri bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Yoxsulu ərbabı şahı gədanı tutmaz bir-birindən aralı dağlar. Bəli, burada xoş ovqatı biz görürük. Şeirdə ilin 4 fəslində dağların görkəmi verilir. Bəli, C bəndi də doğrudur. Məsələn, deyirik, burada 3-cü bənddə görürük ki, yazın bir aydır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın. Sonra 4-cü bənddə görürük ki, yayın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana, payızın zəhməri qoyur virana, dağıdır üstündən calalı dağlar. Sonra 6-cı bənddə görürük ki, yazılır ağ xələt bürünər, zərni şan geyməz. Görürsünüz, burada da qış fəslinin tərənnümündən, dağların görkəmindən danışdı. Yəni, 4 fəslin 4-ündə dağların görkəmi verilib. Sərdara söz deməyən, şaha baş əyməyən dağlar yurdunu qoyub qaçan insanlardan incimişdir. Bu fikir 6-cı bənddə var. Biz görürük ki, sərdara söz deməz, şaha baş əyməz. Amma ki,
yurdunu qoyub qaçan insanlardan incimək fikri verilməyib. Çünki biz deyirik axı birinci Dağlar qoşmasında nikbin ruhludur. Artıq o erməni daşnaqlarının hücumunu təsvir etdiyi, onun nəticəsində bədbin ruhda yazdığı qoşma Dağlar qoşması, ikinci Dağlar qoşmasındadır. Yəni belə bir fikir orada yoxdur. Amma Sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalalı dağlar. Yəni bu hissəyə qədər birinci Dağlar qoşmasında siz görə bilərsiniz. Amma ki, yurdunu qoyub qaçan insanlardan incimək fikri burada yoxdur. Ona görə D bəndi ilə səhv olacaq. Y bəndi də doğrudur. Şair dağların fəsildən fəsilə keçdikcə necə dəyişdiyini əks etdirmişdir. Bəli, biz də bayaq bunu dedik. Cavab oldu D bəndi. 6-cı sual. Aşıq Ələsgərinin dağlara həsr etdiyi bir ay yarım Novbahardan keçəndə, demək bu ikinci Dağlar qoşmasından danışır. Səhv fikri seçin. Bizdən səhv istəyir. Qəm, kədər, niskil, həsrət, əhval-ruhiyyəsi ifadə olunur. Doğrudur. Qoynunda insan olmadığından dağlar pərişandır. Bəli, bu da doğrudur. Məsələn, 3-cü bənddə görürük ki, deyir, seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Bu misrandan deyə bilərik ki, insan olmadığından dağlar pərişandır. İnsanların vətənindən ayrı qaçqın düşməsindən dağlar da qəmlənir. Bəli, elə əsas fikirlərdən biri budur. Aşıq elsiz yaşadığı üçün özünü məzəmmət edir. Bəli, bu da doğrudur. Biz sonuncu bənddə görürük ki, Aşıq Ələsgər deyir, arsız aşıq, elsiz niyə yaşadı? Özünü arsız aşıq adlandırır və özünü məzəmmət edir. Yəni bu doğru fikirdir. Aşıq dağlardan ayrı düşməsini Məcnunun yarından ayrı düşməsinə bənzədir. Ümumiyyətlə özünün Məcnuna bənzətməsi məsələsi birinci Dağlar qoşmasındadır. Burada yoxdur. Ona görə səhv variant olacaq. Y bəndi. Aşıq Ələsgərin məhəbbət mövzusunda yazdığı qoşmaların əsas motivini nakam eşqin sevgisi yolunda üzləşdiyi çətinliklər, çəkdiyi mənəvi istirablar təşkil edir. Vermiş fikirlər uyğun gələn şeiri seçin. Burada biz də bayaq dedik ki, gedibdir şeiri aiddir. Buradakı Güləndam, düşdü şeirləri aid deyil, gözəllərin tərifinə. Gördüm aiddir təbiətə həsr olmuş şeirlərinə. Demək, olmaz isə əxlaqi tərbiyəvi mövzuda yazılan şeirlərinə aiddir. Burada cavab olacaq A bəndi. Janr və mövzu baxımından tamamlayın. Pəri, Badi Səba. Janr baxımından Pəri qoşmada, Badi Səba qoşmada bizdən qoşma istəyəcək. Mövzu baxımından məhəbbət mövzusu oldu. Biz burada görürük elə Y bəndində Bəyistan janr etibarı ilə qoşmadı. Mövzusu da məhəbbət mövzuludur. Cavab oldu Y bəndi. Aşıq Ələsgərin düşdü, Bəyistan əsərləri üçün ortaq xüsusiyyəti hansıdır? Düşdü, Bəyistan, Güləndam bunlar el gözəllərin tərifinə həsr olunan şeirlərdəndir. 10-cu sual. Aşağıdakı fikirlərdən biri səhvdir. Ələsgərin birinci Dağlar qoşmasında bədbin, ikincidə nikbin ovqat güclüdür. Əks nədir? Birinci nikbindir, ikinci bədbindir. Elə A bəndi səhvdir. Qalanları doğrudur. Aşıq Ələsgər haqqında səhv fikri göstərən həm əruz, həm də heca vəznində yazmışdır. Xeyr, ancaq heca vəznində yazıb yaradıb. A bəndi səhvdir. Dağlar adlı 2 şeiri var. Doğrudur. Bizdən elə səhvi istəyir, A bəndi olacaq. Qalan variantlar da doğrudur. Birinci Dağlar adlı qoşmasında nikbin ruhdur. İkinci yazdığı Dağlar qoşmasında kədərli ovqatdır, bədbin ruhdur. Çıxıbdır şeiri ictimai motivli şeiridir. Bəli, bu da doğrudur. İctimai motivli şeiri hansılar idi? Çıxıbdır və görmədim. Aşıq Ələsgər və Vaqifin oxşar xüsusiyyəti hansıdır? Həm lirik, həm epik növdə yazıb yaradıblar. Xeyr, hər ikisi ancaq lirik növdə yazıb, hər ikisi heca və əruz vəznində yazıb. Yalnız əruz və heca vəznində yazan Vaqifdir. Ələsgər ancaq hecada yazıb. Hər ikisi qoşma janrında olan şeir nümunələri var. Bəli, doğrudur. Məsələn, bayaq dedik ki, Pəri qoşması, məsələn, Vaqifin, Aşıq Ələsgərin gördündüyü yaylaqdır, dağlardır və s. rədifli qoşmaları var. Ona görə C bəndi doğrudur. Hər ikisi klassik şeir şəklində nümunələr yaratmışdır. Biz burada ancaq Aşıq Ələsgərdə bunu görə bilmirik. Hər ikisi mənzum hekayələr yazıb, elə səhvdir, hər ikisinə aid deyil. Ona görə cavab olacaq C bəndi. 13. Verilmiş şeir nümunəsi hansı janrda yazılıb? Hanı mənim gördüyüm qurğu büsatlar, dərdmənlər görsə tez bağrı çatlar. Mələşmir sürülər, kişnəmir atlar, niyə pərişandır halların dağlar.
Burada biz görürük ki Aşıq Ələsgərin ikinci dağlar qoşmasındandır. E bəndi. Molla Pənah Vaqif və Aşıq Ələsgər üçün biri ortaq fikir ola bilməz. Hər iki sənətkar yaradıcılığında heca vəzninə üstünlük veriblər, doğrudur. Qoşmalara, məsələn. Hər iki sənətkar qadını olduğu kimi təsvir etməyə çalışıb, doğrudur. Hər iki sənətkar şeirlərin adında qadın adlarından istifadə etmişlər, bəli, doğrudur. Məsələn, Aşıq Ələsgərdə dedik ki, Bəyistandır, Güləndamdır, gördüyünüz kimi qadın adlarından istifadə olunub. Məsələn, Molla Pənah Vaqifin Pəri qoşmasıdır, ona görə bu da doğrudur. Hər iki sənətkar ədəbiyyata yenilik gətiriblər. Məsələn, Molla Pənah Vaqifi deyə bilərik ki, orta dövrlərdən fərqli olaraq sufiyanə eşqi yox, real eşqi tərənnüm eləyib. Aşıq Ələsgər də deyə bilərik ki, ümumiyyətlə aşıq şeirinin bütün janrlarına müraciət edibdir. Qoşma, gəraylı, təcnis, dodaq dəyməz növlərində, janrlarında yazıb yaradıb. Forma bitkinliyi baxımından, səmimiliyi baxımından çox fərqli şeirlər yazıb yaradıb. Yəni saz havalarına uyğun olduğu üçün də daha axıcı olmuşdur. Yəni biz bunu götürə bilərik ki, yenilik gətiriblər həqiqətən də ədəbiyyata. Hər iki sənətkar yaradıcılığında satirik üsluba da yer vermişdilər. Xeyr, satirik üsluba yer verilməyib. Yəni ortaq fikir kimi götürə bilmərik. Sadəcə tənqid var idi. Satirik üslub tənqidin kəskin formasıdır. Tənqid var idi, doğrudur, amma satirik üslubda deyildi. Ona görə Y bəndi səhvdir. Aşıq Ələsgərin yaradıcılığının əsas qolunu nə təşkil edir? Təbii ki, məhəbbət lirikası. Düzdür, digər mövzularda da yazıb yaradıb. Ancaq məhəbbət lirikası yaradıcılığın əsas qolunu təşkil edirdi. Aşıq Ələsgərin yaradıcılığına aid uyğunluğu seçin, məhəbbət şeiridir, gözəlləmədir. Burada olacaq düşdü şeiridir. Yəni düşdü, Bəyistan, Güləndam gördük. Bu iki kateqoriyadan götürə bilərik. Burada təkcə düşdü var idi. Aşıq Ələsgər haqqında səhv fikri seçin. Çıxıbdır, görmədim əsərləri, nəsihətlərin əks olunduğu ustadnamələrdir. Xeyr, elə A bəndi səhvdir. Nəyə görə? Çıxıbdır, görmədim şeiri ictimai motivli şeirləridir. Gərəkdir, olmaz əxlaqi tərbiyəvi mövzuda yazdığı şeirlərin, nəsihətlərin əks olunduğu şeirlərdir və ustadnamələrdir. Onların adları yazsaydı doğru olardı. Digər variantlarda doğrudur, baxa bilərsiniz. 18-ci sual. Aşıq Ələsgərin qoşma və gəraylı janrında yazdığı eyni adlı əsərləri hansılardır? Bu təkcə aiddir yaylaq şeirinə. Həm qoşma, həm gəraylı janrında yazılıb, amma eyni adlıdır. Verilən nümunə ilə bağlı hansı fikir yanlışdır? Könlüm qaranquş tək uçub qoynuna, gəzir hər yamacı, hər yalı yaylaq. Ruhum təzələnir, məst olur ürək, görəndə bu çağı, bu halı yaylaq. Biz bayaq dedik ki, baxın bu yaylaq şeirindəndir. Biz dedik ki, yaylaq adlı həm qoşması var, həm gəraylısı var. Düzdürmü? Dil nümunənin müəllifi Aşıq Alının tələbəsi olmuş 19-cu əsr Azərbaycan ədəbiyyatının məşhur aşıqlarından biridir. Yəni ki, Aşıq Ələsgərə nəzərdə tutulur. Bu doğru fikirdir. Bizdən yanlış istəyir. Yaylaq gəraylısından bir parçadır. Baxın, biz bayaq dedik, qoşma və gəraylısı var eyni adlı. Görək bu qoşmadır, yoxsa gəraylıdır. Neyini hecalar sayaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 hecalıdırsa, demək nə olacaq? Qoşma olacaq. 8 olsaydı gəraylı olardı. Demək elə B bəndi yanlışdır. Digərləri isə doğrudur. Baxın, birinci misrada təşbih, qaranquş tək, bəli təşbih var. İkinci və üçüncü misralarda metafor işlənir. Baxaq, gəzir hər yamacı, hər yalı yaylaq. Baxın, könlünün gəzməsi nədir? Metafordur. Ruhum təzələnir, ruhunun təzələnməsi, məst olur, ürəyin məst olması olacaq metafor. Yəni, bu da doğrudur. Yaylaq rədifdir təbii ki. Şeirin birinci bəndidir. Bəli, baxın. A, B, C, B kimi qafiyələnir. Doğrudur. Yanlış oldu, B bəndi. Verilənlər hansı əsərin ortaq xüsusiyyəti kimi götürülə bilər? Heca vəznindədir, el gözəlinin tərifinə həsr olunub, qoşma janrındadır. Burada mən Aşıq Ələsgərin yaradıcılığından aid eləyə bilərəm. Güləndam, Bəyistan düşdü. Bunlardan hansı var? Güləndam var. Molla Pənah Vaqifin isə Pəri qoşmasını deyə bilərik ki, el gözəlinin tərifinə həsr olunub,
qoşma janrındadır və heca vəznindədir. 2, 4 D bəndi olacaq. Nümunə ilə bağlı səhv fikri müəyyən edin. Elə ki, şər gəldi, qaraltdı qaşı, dumana qərq olur dağların başı. Düşəndə gürg ilə kəlbin savaşı, uzaq çəkir gilü qalların dağlar. Bu şeir 2-ci Dağlar qoşmasındadır. Bədvin ruhlu yazığı şeirlərindən biridir. Dağlar şeirinin orta bəndlərindən biridir. Bəli, bu doğrudur. 2-ci Dağlar qoşması 6 bənddən ibarətdir. Bu isə 5-ci bənddən verilən bir nümunədir. Həmçinin qafiyəsinə də baxa bilərsiniz. Nümunədə işlənən qaşı, başı, savaşı sözləri zəngin qafiyədir. Təbii ki, zəngin qafiyə nədir? 2 və daha artıq hecanın bir-biri ilə səsləşməsi idi. Ona görə B bəndi də doğrudur. Bəndin sonunda işlənən dağlar sözü rədifdir. Bu da doğrudur. Bütün misralarda inversiyadan istifadə edib, baxın, qaraltı əvvələ keçib, qərq olur əvvələ keçib, düşəndə gürg ilə kəlbin savaşı uzaq çəkir, görürsünüz, yenə əvvələ keçib. Demək, inversiya var. Daha sonra bədii təzaddan istifadə edilmişdir. Burada bədii təzad nümunəsi yoxdur ümumiyyətlə. Ona görə Y bəndi olacaq. 22. Cümləni hansı fikirlə tamamlamaq olmaz? Aşıq Ələsgər yaradıcılığında poemaya yer verməyib, bəli, doğrudur. Tarixi hadisə ilə bağlı əsərə yer verməyib, B bəndi yanlış fikirdir. Nəyə görə? Tarixi hadisə biz dedik ki, erməni daşnaqlarının hücumunu biz hansı əsərdə görürük? Onun motivlərini. Dağlar, 2-ci Dağlar qoşmasında görürük. Doğrudurmu? Ona görə B bəndi səhv olacaq. 23. Aşıq Ələsgər haqqında deyilən hansı fikir yanlışdır? Çıxıbdı, görmədim, ictimai motivli şeirləridir. Bəli, doğrudur. Dağlar adlı 2 qoşması var. Bəli, doğrudur. Aşıq şeirinin bütün janrlarına müraciət etmiş. Bura qədər doğrudur. Lakin heç birində uğur qazana bilməmişdir. Fikri səhvdir. Yetəri qədər də uğur qazanıb. C bəndi səhvdir. Dağlar şeiri ilə həyata əks etdirmə üsulu eyni olan əsəri müəyyən edin. Həyata əks etdirmə baxımından lirik, epik, dramatik növə bölünür. Doğrudurmu? Lirik növdə yazılan bizdən əsər istəyir. Bu hansı olacaq? Təbii ki, A bəndi olacaq. Azərbaycan şeiri lirik növdə yazılıb. Səhv fikri müəyyən edin. Bir zamanlar səfa sürüb gəzərdim, onda səndin, mənim qardaşım dağlar. Nə zaman ki yağı düşmən gələndə, səndə çox olurdu savaşım dağlar. İndi siz burada dağlar rədifini görüb çaşmayın ki, aha, bu Aşıq Ələsgərin yaradıcılığındandır, səhvdir. Bu Aşıq Ələsgərin yox, Koroğlu dastanı, Bolu bəy qolundan verilən bir şeir parçasıdır. Yəni Koroğlunun dilindən verilən şeir parçasıdır. Ona görə C bəndi səhv olacaq. Qalan variantlar doğrudur. Aşıq Ələsgərin bahar fəsli yaz ayları gələndə demək 1-ci Dağlar qoşmasından söhbət gedir. Dağlar qoşması ilə bağlı səhv fikir hansıdır? Lirik növdə qoşma janrındadır, doğrudur. Nikbin ruhda yazılıb, doğrudur. Tərənnüm əsasında yazılıb, doğrudur. Dağlar sözü rədifdir, bəli, bu da doğrudur. Son bənddə şair özünə müraciət etmişdir. Xeyr, sadəcə öz adını çəkir, özünə müraciət yoxdur. Nə deyir son bənddə? Ələsgər Məcnun tək yardan yaralı, gəzər səndə dərdli, nalalı dağlar. Burada sadəcə öz adını çəkir, düzdürmü? Özünü də Məcnuna bənzədir. Demək, özünə müraciət yoxdur, Y bəndi. Uyğunluğu müəyyən edin. Molla Pənah Vaqifin Hayfki yoxdur, Zakirin Durnalar, Ələsgərin Dağlar şeiri. Baxaq, lirik qəhrəman öz istəklərini tərənnüm etdiyi gözələ səhər yeli vasitəsilə ünvanlayır. Biz bunu Qasım bəy Zakirin yaradıcılığında görürük, amma Durnalar şeirinə aid deyil. Hansına aiddir? Badi səba mənim dərdi dilimi. Demək, A heç birinə uyğun olmayacaq. Şeirdə qürbət sıxıntısı, vətən həsrəti əks olunub, Durnalara aiddir. Əsərdə dağların məlul görkəm alması Aşığın diqqətindən yayınmır, dağlara aiddir. Sənətkar özünü Məcnun tək yardan yaralı hesab edir, bayaq dedik, hansı idi? Dağlar. 1-ci Dağlar qoşmasına aiddir. Qadınların geyiminin yoxsul olmasını ürək ağrısı ilə qələmə alır, Hayfki yoxdur. Y, 1Y, 2B, 3CD, A bəndi olacaq. 28-ci sual. Aşağıdakı fikirləri aid olduqları əsərlərə görə düzgün qruplaşdırılmış variantı seçin. Gəlin variantla işləyək. Vaqif Hayfki yoxdur, biri aid eləyib, baxaq. Əsərdə şairin narahatlıq və təəssüf duyğuları ifadə olunub, bəli, doğrudur.
Bir də 5-ə Aşıq Ələsgərin Dağlar qoşmasına aid edib birinci Dağlar qoşmasına baxaq. Şeirdə dağlar həm rədif, həm də metaforik obrazdır. Bəli, bu da doğrudur. Ona görə biz la bəndini götürürük. Belə suallarda variantla işləmək lazımdır. Aşıq Ələsgərin Dağlar şeirindən verilmiş nümunənin təhliyi ilə bağlı yanlış fikir müəyyən edin. Xəstə üçün təpəsində qar olur, min cür çiçək açır, laləzar olur. Çeşməsindən abi həyatcar olur, dağıdır möhnəti, məlalı dağlar. Bu, Aşıq Ələsgərin birinci Dağlar qoşmasına aiddir. Təpəsindəki qarı xəstə üçün məlhəmdir, doğrudur. Heca vəznində yazılıb, bəli, qoşma janrındadır çünki. Bütün misralarda daxil bölgə eynidir. Baxaq. Xəstə üçün təpəsində qar olur. Min cür çiçək açır, laləzar olur. Çeşməsindən abi həyat car olur. Dağıdır möhnəti, məlalı dağlar. Görürsünüz, baxın. 1, 2, 3, 4, 4. 1, 2, 3, 4, 4, 3. 1, 2, 3, 4, 5, 6, 5. 4, 4, 3, 6, 5. Görürsünüz, birinci və üçüncü misrası 4, 4, 3 oldu. Amma 2 ilə 4-cü misrası isə 6 üstəgəl 5 oldu. Demək fərqlidir də. Daxil bölgüsü fərqlidir. Bizdən yanlışı istəyirdi, elə C bəndi olacaq. Aşıq Ələsgər yaradıcılığı ilə bağlı olan nümunələrdən biri bahar fəsli yaz ayları gələndə misrası ilə başlayan Dağlar qoşmasına aid deyil. Birinci Dağlar qoşmasından söhbət gedir. Ağ xələt bürünər, zərnişan geyməz. Bəli, birinciyə aiddir. 6-cı bənddə görəcəksiniz bunu. Daha sonra köçər ellər düşər səndən aralı. Bu sonuncu bənddədir, yəni 7-ci bənddən. Ölsün Ələsgər tək qolların dağlar. Bu 2-ci Dağlar qoşmasının son bəndindədir. 6-cı bəndində. Yayın əvvəlində dönürsən xana. Bu 4-cü bənddədir. Xəstə üçün təpəsində qar olur. Bu isə 2-ci bəndində yer alıb. Demək, C bəndi 2-ci Dağlar qoşmasına aiddir. Uyğunluğun gözlənilmədiyi bəndi müəyyən edin. Bahar fəsli yaz ayları gələndə demək, birinci Dağlar qoşması, ikinci Dağlar qoşması. Firqətindən Gül Nərgizin saralı birinci Dağlar qoşmasına aiddir. Doğrudur. Dağıdır möhnəti, məlalı dağlar. Bu birinci Dağlar qoşmasına aiddir. Baxın. İkinci bənddə demişik bunu. Ağ xələt geyinər, zərnişan geyməz birdədir. Mələşmir sürülər, kişnəmir atlar. Bəli, bu ikinci Dağlar qoşmasındadır. Zəmbür çiçəyinə balalı dağlar. Bu da birincisine. Demək, cavab olacaq B bəndi. Daha sonra keçirik 32-ci sual. Aşıq Ələsgərin dağlara həsr etdiyi bir ay yarım Novbahardan keçində, yəni ikinci Dağlar qoşması. Baxaq, Aşıq ölsün Ələsgər tək qolların dağlar deməklə özünü məzəmmət eləyir. Bəli, doğrudur. Şeirin bütün bəndlərində dağlara müraciət edilmişdir. Bəli, bu da doğrudur. Təbiət vurğunu olan Aşıq dağlarla insanı vəhdətdə görür. Bəli, qaçqın vəziyyətinə düşən insanlar kimi dağların da məlul görkəm alması Aşığın diqqətindən yayınmır. Bəli, bu da doğrudur. Köçər ellər düşər səndən aralı misrası ilə ermənilərin təcavüzü nəticəsində yurdundan didərgin düşmüş insanlar xatırlanır. Bu səhvdir. Köçər ellər düşər səndən aralı birinci Dağlar qoşmasında verilib. Sonuncu bənddə. 7-ci bənddə verilib. Ona görə Y bəndi səhv olacaq. Aşıq Ələsgərin el gözəllərinin tərifinə biz hansıları dedik? Güləndam dedik, Bəyistan dedik, bir də Düşlü dedik. 1, 2, 3. Aşıq Ələsgərin Dağlar şeiri bahar fəsli yaz ayları gələndə birinci Dağlar qoşmasından söhbət gedir. Vətən idealı əsasdır. Bəli, doğrudur. Tərənnüm əsasında yazılıb, bəli. Bütün bəndlərdə dağlar həm rədif, həm də bədii xitabdır. Xeyr, bədii xitab deyil. Sadəcə rədif olaraq işlənmişdir. 3 səhvdir. Biri götürəcəm, 2-ni götürəcəm. Son bəndə Aşıq özünü Məcnuna bənzədir. Bəli. Ələsgər Məcnun tək yardan yaralı. Dağlar payızın əvvəlində xana dönür. Xeyr, yayın əvvəlində. Yayın əvvəlində xana dönür. Yadınızda saxlayın. 1, 2, 4 olacaq. 1, 2, 4.
Baxaq. Durnalar, Zakirin Durnalar şeiri janr və forma və janr xüsusiyyətləri ilə bağlı yanlış fikri istəyir bizdən. Burada isə doğru fikri istəyir. Baxaq. Şair son bənddə özünə müraciət etməmişdir. Bəli, bu doğrudur. Zakirəm ot tutub alışdı ciyər deyir. Sadəcə yəni öz adını çəkir. Şairin obyektiv münasibəti əsasında yazılmışdır. Bu forma və janra aid deyil. Ona görə 2-ni götürəcəm. Dördlü şeir şəklində də doğrudur. Peyzaj lirikasına aiddir. Bunu götürmürük çünki forma janra aid deyil axı. Bu mövzusuna aiddir, düzdürmü? Amma ki doğrudur, peyzaj lirikası. Rədif əsasında adlandırılıb, bəli, forma janr xüsusiyyətinə biz aid edə bilərik. Ona görə mən 5-i də götürəcəm. Şair son bənddə özünə müraciət eləyib, müraciət eləməyib ümumiyyətlə dağlar qoşmalarında. Sadəcə öz adını çəkib. Cavab olacaq 2 ilə 5. Aşıq Ələsgərin Dağlar şeiri ilə bağlı, demək birinci Dağlar şeirindən söhbət gedir. Yanlış fikir. Aşıq bu qoşmasını həmvətənləri ünvanlamış məktub adlandırmışdır. Səhvdir. Bu şeiri tamamilə nikbin ruhda yazılmış, təbiət mövzusunda yazılmış şeiridir. Peyzaj lirikasına aid şeir nümunəsidir. Bəli, doğrudur. Demək bizdən yanlış istəyir. Ona görə mən 1-i götürəcəm, 2-ni götürmürəm. Nikbin əhval-ruhiyyə aparıcıdır. Bəli, bu da doğrudur. Bunu da götürməyəcəm. İctimai mətləblər də öz əksini tapıb xeyr. Burada sadəcə təbiət mövzuludur. Yəni ictimai motivli 2-ci Dağlar qoşmasına yazsaydı doğru olardı. Rədif əsasında adlandırılıb düzdür. Səhv olacaq 1-dən 4. Aşıq Ələsgərin Dağlar şeirinə əsasən nöqtələrin yerinə dağlar sözünü yazmaq olmaz. Görəndə bıçağı bu halı yaylaq. Bu yaylaq şeirindəndir. Ona görə 1-i götürəcəm. Yazmaq olmazı istəyirdi məndən. Tutmaz bir-birinə aralı dağlar. Dağlardır burada. Dağdır möhnəti məlalı dağlar. Dinşəməz haramı halalı dağlar. Çəkir uzaqlara xəyalı yaylaq. Bu da yaylaq şeirindən verilən nümunədir. Demək cavab olacaq 1-lə 5. Keçirik 38-ci sual. Ələsgərin Dağlar 1-ci Dağlar qoşmasından söhbət gedir. Doğru fikirlər müəyyən edin. Nikbin əhval-ruhiyyə öz əksini tapıb. Bəli, doğrudur. Bədbin deyil. Sonuncu bənddə şair özünü məzəmmət edir. Bu 2-ci Dağlar qoşmasına aiddir. Ona görə 3 də olmaz. Təbiət gözəllikləri öz əksini tapıb. Bəli, bu doğrudur. Bütün bəndlərində dağlara müraciət edilib. Xeyr, 1-ci Dağlar qoşmasına dağlara müraciət yox. Sadəcə rədif kimi işlənmişdir. Demək, Aşıq Ələsgər yaradıcılığı ilə bağlı uyğun fikirlər seçək. Burada doğrunu istəyir, burada yanlışı istəyir. Təbiətin təsviri, məhəbbətin tərifi, dünyəvili, sufi, irfani fikirlər yoxdur axı orada. Səhvdir. Aşıq şeirinin demək olar ki, bütün janrlara müraciət edib doğrudur. Müxəmməs janrında əsər yazıb doğrudur. Olmaz gərəkdir şeirləri xalq müdrikliyi, aşığın zəngin həyat təcrübəsi öz əksini tapıb. Bəli, doğrudur. Yaradıcılığın son dövrlərində Nəqşbəndi təriqətin təsiri duyulur. Belə bir fikir yoxdur. Yanlışdır demək. 5-i belə yazaq. Cəmiyyətdəki bəlaların doğru təsviri, kəskin tənqidi ruh yoxdur. Satirik gülüş yoxdur. Sadəcə tənqid var. Ona görə 6 səhvdir. Demək, doğrunun altından doğrunu, yanlışın altından yanlış götürməliyik. Cavab olacaq 2, 3, 5 və 6. Keçirəm 40-cı suala. Bir ay yarım misrası ilə başlayan şeirlə bağlı doğru fikir, yanlış fikir. Demək, 2-ci Dağlar qoşmasına aid olan fikirləri seçməliyik. Aşığın kədəri ictimai mahiyyət daşıyır, doğrudur. İlin müxtəlif fəsillərində dağların aldığı görkəm bu 1-ci Dağlar qoşmasına aid demək yanlışdır. Vətənpərvərlik ruhu hiss olunur, doğrudur. Dağların kimsəsiz görkəmi ilə insan kədəri vəhdətdə verilib, doğrudur. Obyektiv münasibət əsasdır, yanlışdır. Subyektiv münasibət əsasdır burada. Demək, burada nə götürürük? Doğrunun altından doğrunu, yanlışın altından yanlışı. 1 olacaq, 3 olacaq, 5 olacaq. 41. Nümunələrin müqayisəsi ilə bağlı uyğunluğu müəyyən edin. Ağ xələt bürünər, zərnişan geyməz, heç kəs edindirib, keyfinə dəyməz. Demək, bu ayəti 1-ci Dağlar qoşmasına
Ələsgər köynəkdən çıxartsın sazı, yenə cuşa gəlsin eşqi avazı, tərəfləsin allı, yaşıllı yazı, unutma bu böyük kamalı yaylaq. Bu isə yaylaq şeirindəndir. Və bu yaylaq, bu isə dağlar şeirindən verilib. Bir dənə baxaq görək bu qoşmada yoxsa gəraylı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Demək bu qoşmadır. Yoxsa dağlara bilirik, dağlarda qoşmadır. Qoşma janrında heca vəznindədir, hər ikisinə aiddir. Demək, elə 3 yazırıq bura. Ortaq fikirlər hansıdır? 3 aid eləyəcəksiniz. Demək, 3 olacaq A bəndi. Şeirin möhürbəndidir. Möhürbənd olması üçün nə lazımdır? Təxəllüsü yaxud da adı lazımdır. Demək, 2B olacaq. Bunları silək, bunları bildiniz onsuz. 2B olacaq. Gəraylı janrındadır. Heç biri. Peyzaj lirikasına aiddir. Hər ikisi. Şeirin orta bəndidir. Ancaq bura aiddir. Birinci elə dağlar qoşmasına aiddir. Çünki sonuncu bənddir. İkinci isə sonuncu bənddən verilən nümunədir. 1Y, 2B, 3AD olacaq. Keçirəm 42-yə. Aha. Müqayisə cədvəlinə əsasən uyğun olmayan edin. Ay Nazənin ay qabağın altından nə göyçək çəkilib qara qaşların. Gözlərin süzüldü, canım üzüldü, vurdu ürəyimə yara qaşların. Demək, birinci şeir nümunəsi hər ikisi ümumiyyətlə Aşıqa rəqs gələn yaradıcılığındandır. Bu isə qaşların şeirindəndir. Bu isə ikinci dağlar qoşmasındandır. Gəlin baxaq. Məhəbbət mövzusundadır. Bu təkcə bir aiddir. Daha doğrusu bir yazmalıyıq. Aid olduğu janrın ilk bəndidir. Bu hər ikisinə aiddir. Ortağa 3'e yazıram. Nəyə görə baxın? A, B, C, B. Əks qoşma deyil bəs. A, B, C, B. Qoşmanın ilk bəndi belə qafiyələnirdi. Demək, ilk bənddir. Şeirin orta bəndlərindən biridir. Heç biri, təbii ki, ilk bəndi dedik axı. Lirik növdədir. Subyektiv münasibət əsasdır. Bəli, hər ikisinə aiddir. Dağlar sözü rədifdir. Şeir rədifə görə adlanıb. Bu ancaq aiddir dağlara. 2'ye de 5 yazacağım.